İsmayıllı rayonunda 1979-cu il təvəllüdlü Elçin Mirzəzadə münaqişə zəminində 1958-ci il təvəllüdlü Füzuli Ağamaliyevi öldürüb. Elçin 2023-cü ilin sentyabrın 30-da təxminən saat 18 radələrində aptekdən aldığı Navakain adlı dərman və tibbi şprisi götürərək İsmayıllı şəhəri Heydər Əliyev prospektində yerləşən kafenin bir nömrəli kabinetinə gəlib. Qısa müddət sonra rayon sakini Füzuli Ağamaliyev də ora gəlib. Bu zaman Füzuli Elçinə şprisi düzgün almadığını deyib başqa şpris almasını tələb edib. Elçin bununla razılaşmadıqda Füzuli Ağamaliyev kabinetdə olan digər şəxslərin yanında onu nalayiq ifadələrlə təhqir edib, üz nahiyəsindən şillə ilə vurub. Bu vaxt Elçin Ağamaliyevdən qeyd olunan hərəkətlərinə görə üzr istəməsini tələb edib və onu nalayiq ifadələrlə təhqir etməyə davam edib. Bundan sonra təqsirləndirilən şəxs kabinetdən çıxaraq bir müddət düşündükdən sonra Ağamaliyevi qorxudaraq kabinetdə olan digər şəxslərin yanında üzr istəməsinə nail olmaq məqsədi ilə bıçaq almaq üçün əvvəlcə Mustafa və Almarket adlı dükanlara gedib. Orada bıçaq tapmadığı üçün tanışının işlətdiyi İsmayıllı şəhəri Axundov küçəsində yerləşən 4 yol adlı kafeyə gedib, ondan maşındakı şlangı kəsmək adı ilə mətbəx bıçağı alıb. Daha sonra o təxminən saat 18:30-da yenidən Füzuli Ağamaliyevin tanışları ilə birlikdə oturduğu kafenin bir nömrəli kabinetinə qayıdıb. Kabinetə daxil olduqda rayon sakinləri olan tanışlarının yanında Füzuli Ağamaliyevdən ondan üzr istəməsini tələb edib. Füzuli yenidən onu təhqir etməyə başlayıb, o qisas almaq məqsədi ilə özü ilə gətirdiyi bıçaqla Füzuli Ağamaliyevin sağ bud nahiyəsindən qəsdən bir dəfə zərbə indirib. Füzuli Ağamaliyev xəstəxanaya çatdırılsa da o həmin gün saat 19:20-də orada vəfat edib. Hadisəni törədən Mirzəzadənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, sentyabrın 30-da günortadan sonra tanış uşaqlarla 4 yol adlı kafedə pivə içməyə başlayıblar. Sözü gedən kafedə olan vaxt mərhum da dostları ilə əyləşərək yemək yeyib içib. Sonra mərhum yenidən tanışı ilə sözlü mübahisə etməyə başladı. Həmin vaxt mərhum tanışına təhqiramiz ifadələr işlətdi. Biz də onları ayırdıq və təkrar öz əyləşdiyimiz stola qayıtdıq. Bir saat yarım sonra kafedən qalxaraq getdik. Bundan sonra mərhum zəng edərək Navakain iynəsi bir də şpris istədim. Mən və çayxanada olduğumu bildirdim. Yəni, iynə və şprisi ora gətirməyimi xahiş etdi. Sözün düzü nömrə mərhumda olmayıb, o nömrəmi haradan tapdığı barədə isə məlumatım yoxdur. İynə və şprisi alaraq onun oturduğu kafeyə getdim. Füzuli həmin vaxt mənə çay içməyə dəvət etdi. Mən isə çay içməyəcəyimi və gedəcəyimi bildirdim. Mübahisə məhz bu anda etibarən başladı. Mərhum mənə iradını bildirdi. Aldığım iynəni demədiyini, fərqli iynə aldığımı söylədi. Mən də dedim ki, iynə dərmandan başım çıxmır. Nə deyib onu da alaraq gətirmişəm, deyə o ifadəsində qeyd edib. Təqsirləndirilən şəxs əlavə edib ki, daha sonra Füzuli Ağamaliyev onu təhqir etməyə başlayıb və üzünə şillə ilə vurub. Füzuliyə əl atdığına və söyüş söydüyünə görə üzr istəməsini bildirdim. O isə üzr istəmədi, məni yenə təhqir etməyə başladı. Ona bildirdim ki, əgər üzr istəməsə, onunla aramızda başqa söz-söhbət olacaq. Bundan sonra küçəyə çıxdım və bıçaq alaraq təkrar kafeyə gəldim. Daha sonra məlum hadisə baş verdi. Mən mərhumu bıçaqla vurmuşam. Əslində onu bıçaqla yox, qorxutmaq niyyətim olub.
bıçaqla mərhumun sağ buduna vurmuşam. Ona bir bıçaq zərbəsi vurmuşam. Onu vurduqdan sonra hadisə yerindən çıxaraq polisə təslim olmağa getdim. Bir saatdan sonra polis şöbəsində öyrəndim ki, artıq Füzuli ölüb deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Füzuli Ağamalıyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi tövsif edilməsini, təqsirlənən şəxsin barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. Bundan sonra müdafiəçi Ali Məhkəməyə müraciət edib. Daha yuxarı instansiya məhkəməsi də kassasiya şikayətini haqlı hesab etməyib.